Uşaqlar, gəlin indi də 14-cü sualın izahına baxaq. Toplan adlı it öz oyuncağını götürmək üçün müəyyən bir yol ilə gedir. 10 milikdə 3 dəfə sağa, 2 dəfə isə sola dönməlidir. Aşağıdakı variantlardan hansı toplanın getdiyi yolu göstərir? Gəlin baxaq uşaqlar. A variantında sağ solları yazaq və saylarını qabağında qeyd edək. Görürsünüzmü? İt buradan gəlir, düz yolla gəlir. Burada sağ sol yoxdur. Artıq aşağıya dönmə bizdə sağ olacaq. Başa düşdünüz uşaqlar? Ona görə bura bir xətt çəkirəm. Bura olacaq sol, sola bir xətt. Yenə aşağıya düşdüyü üçün sağ. Təzədən düz getdiyi üçün sol. Və yuxarıya gedəndə yenidən o əksinə qayıtdığı üçün bu da sol sayılacaq. Deməli 2 sağ, 3 sol oldu. Bizə isə lazımdır 3 dəfə sağ olsun, 2 dəfə sol olsun. Yəni tam əksin olsun. İndi keçək B variantında bu qayda ilə baxaq. Sağ, sol. Yenə düz gəldi. Düzdürmü? Aşağıya dönəndə oldu sağ, bu oldu sol. Yuxarı yenə soldu. Bu olacaq sağ, yenə yuxarı sol. Yenə elə A variantındakı ilə eynidir bu da. C-yə baxaq uşaqlar. Sağ, sol yazaq. Aha. Düz gəldi. Aşağıya dönəndə sağ. Bura oldu sol. Aşağıya döndü. Yenə sağ. Bura oldu sol. Aşağıya döndü sağ. Deməli 3 dənə sağ, 2 dənə sol. Cavabımız hansı variant alınacaq? C variantı. Keçək 15-ci sualın izahına. Aşağıdakı şəkildə Kənanın əllərinin müxtəlif şəkilləri verilmişdir. Onun sağ əlini göstərən şəkillərin sayı neçədir? Uşaqlar, elə bunu öz əlinizi də açıb yoxlaya bilərsiniz. Birinci şəkil sol əldir. Təbii ki, bu deyil. İkinci şəkil isə sağ əldir. Bunu seçirik. Üçüncü şəkil sol əldir. Bu olmaz. Dördüncü şəkil, bəli, sağ əldir. Bu da doğrudur. Sonra uşaqlar, burada və bu da sağ əldir. Bunu da seçə bilərik. Bu soldur. Bu da bunun əksidir. Ona görə bu da sağ əldir. Düzdürmü? Və bu da sağ əldir. Bunlar ikisi isə soldur. Onda neçə şəkil oldu sağ əlli? 1, 2, 3, 4, 5. Cavab C variantı 5. 16-cı sualın izahına keçək. Cəmil kəndiri 3 bərabər hissəyə bölür və hər üçünə düyümlər atır. Aşağıdakı şəkillərdən hansı həmin 3 hissəni düzgün təsvir edir? Uşaqlar, buradakı məntiq odur ki, düyüm atıldıqca, belə deyək, kəndirin uzunluğu qısalacaq. Onda belə düşünsək, ən uzun kəndir təbii ki, 1 düyümlü kəndir olacaq. Sonra 2 düyümlü, ən sonda da 3 düyümlü. Yəni, ən uzunluqda olan kəndirdə 1 düyüm olacaq. Ortadakında, yəni 2 düyüm, ən qısa kəndirdə isə 3 düyüm olacaq. Belə baxanda, burada da hansı cavab uyğun gəlir? B variantı. Çünki baxın, uşaqlar, 1 düyüm olduğu üçün hamısından uzundur. Sonra 2 düyüm atıblar, biraz qısalıb. 3 düyüm atanda isə bunların hər ikisindən qısa olub. Gördünüzmü? Ona görə B variantıdır. Keçək 5 ballıq məsələlərə. Diqqətlə baxırıq. Aşağıdakı hər bir göbələyin altına göbələyin üzərində olan ağ nöqtələrin sayı qədər cırtdan yerləşə bilir. Aşağıdakı şəkil göbələyin bir tərəfini göstərir. Məlumdur ki, hər iki tərəfdə olan ağ nöqtələrin sayı eynidir. Belə olduğu halda yağışdan sığınacaq axtaran 30 cırtdanın neçəsi işlanmış olacaq? Deməli, uşaqlar, birinci göbələyin, yəni görünən üzündə 3 dənə nöqtə varsa, ağ nöqtə varsa, deməli onun arxa üzündə də 3 nöqtə var. Burada 6 cırtdan, belə deyək, sığınacaq tapa bilər. Burada 4 dənə nöqtə varsa, arxasında da 4 var. Ona görə burada 8 cırtdan sığınacaq tapa bilər. Burada 2 varsa, arxada da 2, 4. Burada da 5 varsa, arxadakı 10. İndi bunların sayını toplasaq, olacaq uşaqlar 28. Düzdürmü? 28. 30 cırtdandan 28-i özünə sığınacaq tapacaq. Yerdə qalan ikisi isə kənarda qalacaq, yer olmayacaq olaraq. Ona görə də cavab A variantıdır.
18-ci sualın izahına baxırıq. Bir dondurmanın qiyməti 1 manatdır. Bayram günləri 6 dondurmanı 5 manata almaq mümkündür. Bayram günləri 36 manata ən çoxu neçə dondurma almaq olar? Uşaqlar, təbii ki, 6 dondurmanı 5 manata almaq mümkündürsə, biz burada nə edəcəyik? 36-nı düzdürmü? Böləcəyik 5-ə. 36 5-ə bölünmür təbii ki. Qalıqlı bölmə olacaq burada. Çünki biz 36 manatın içində neçə dənə 5 manatın yerləşdiyini tapmaq istəyirik. Amma 35 5-ə bölünür. 35 5-ə böləndə neçə düşür? 7. Burada da qalıqda 1 manat artıq qalır. Düzdürmü? 7. Bu qalan 1 manata da bir dondurma düşəcək. Başa düşdünüz uşaqlar? Ona görə də 7-ni 6-ya vururuq, 6 dondurmaya, 7 manatı 6 dondurmaya vururuq, 42. Üstünə də bir dondurmanı gəlirik, olur 43. Cavab D variantı. 19-cu sualın izahına baxırıq. 2, 0, 1, 8 rəqəmlərindən istifadə etməklə ondan böyük və 25-dən kiçik rəqəmləri fərqli olan neçə müxtəlif ədəd düzəltmək olar. Deməli, uşaqlar, bizdə şərt budur ki, ondan böyük olsun, 25-dən kiçik olsun. Rəqəmləri də fərqli olan neçə dənə ədəd düzəltmək mümkündür. Gəlin, baxaq. Birinci ədəd 11 ola bilməz. Çünki 11-in rəqəmləri eynidir. 12 olar. Düzdür uşaqlar? 12 olacaq. 13 olar. 14 olar. 15 olar. 16 olar. 17 olar. 18 olar. 19 olar. 20 olacaq. Rəqəmləri müxtəlifdir. 21 də olacaq. 22 olmaz. Çünki rəqəmləri eynidir. 22-ni yazmırıq. 23 olacaq. Bir də 24. İndi burada bizə şərtdə deyir ki, rəqəmləri 2, 0, 1 və 8 olsun. Ona görə də biz ancaq bunları seçəcəyik. Rəqəmləri 2, deməli 2, 1, 12-ni seçə bilərəm buradan. 3 olmadığı üçün bunu seçmirəm. 4 olmadığı üçün bunu da seçmirəm. 5 olmadığı üçün bunu da seçmirəm. 6 olmadığı üçün bunu da seçmirəm. Verilən rəqəmlərdən 7 olmadığı üçün bunu da seçmirəm. 1 ilə 8 olduğu üçün 18-i seçirəm. 9 olmadığı üçün seçmirəm. 2 və 0 olduğu üçün 20-ni seçirəm. 2 və 1 olduğu üçün 21-i də seçirəm. 3 olmadığı üçün bunu seçmirəm. 4 olmadığı üçün bunu da seçmirəm. Cəmi neçə dənə seçdim uşaqlar? 1, 2, 3, 4. Cavabımız A variantı. Keçək 20-ci sualın izahına. Raminin 2 sandığı var. Soldakı sandıqda 10 ədəd metal pul var. Deməli, burada 10 dənə pul var. Sağdakı sandıq isə boşdur. Yəni, içində heç nə yoxdur, 0 var. Sabahdan başlayaraq hər gün Ramil soldakı sandığa 1, sağdakı sandığa isə 2 metal pul qoyacaq. Neçə gündən sonra sandıqların eyni sayda metal pulu olacaq. Uşaqlar, bunu tapmaq üçün mən təklif edərdim ki, bir dənə cədvəl cızaq. Baxaq. Belə bir cədvəl cızırıq. Belə bir cədvəl cızırıq. Bunu 2 yerə bölürük hər sandıq üçün. Başlanğıcda sol sandıqda buraya yazaq sol, buraya yazaq sağ. Sol sandıqda başlanğıcda nə qədər pul var idi? Metal pul 10 dənə. Sağda 0. Düzdürmü? İndi hər dəfə deməli soldakı sandığa Ramil bir metal pul qoyur, sağdakına 2. Deməli 10 var idi. Üstünə 1 qoyanda solda 11 oldu. Burada da 0 var idi. Üstünə 2 qoyanda oldu 2. Deməli burada məntiq nədir uşaqlar? Sol tərəf 1-1 artacaq, sağ tərəf 2-2 artacaq. Gəlin görək hansı anda sağla solun belə deyək də ədədləri bərabər olacaq. Bunu tapmaq üçün öncə sol tərəfi 1-1, sağ tərəfi 2-2 artırmalıyıq.
12, 13, 14, 15, 16, 17, 18. Gəlin buranı da 2 artıraq. 2, 4, 6, 8, 10, 12, 14, 16. Aha, baxırıq bir tərəfdə 18-dir, bir tərəfdə 16. Hələ eyniləşməyib. Ona görə yenə də davam etdiririk. Bura olsun 19, bura olsun 17. 18 bağışlayın, 18. Bura olsun 20, burada olsun 2 artanda 20. Hə, deməli, uşaqlar neçə gündən sonra oldu? Bu günlərdə tapmaq üçün təbii ki, artırdığımız deməli, sayları saymalıyıq. Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 gündən sonra deməli sandıqdakı metal pullar eyni sayda olacaq. Cavab C variantı. Keçək 21-ci suala. Nigarın 3 ağ, 2 qara və 2 boz kağız parçası var. O qara olmayan hər kağız parçasını yarıdan kəsir. Sonra o ağ olmayan hər bir kağız parçasını yarıdan kəsir. Onun neçə kağız parçası olacaq? Gəlin elə bunu rəngli karandaşlarla göstərək. 3 dənə, 2 dənə qara var. Oldu mu? Deməli, bozu, bir dəqiqə görək, boz rəngimiz olacaqmı? O rəngimiz olsa daha yaxşı olar uşaqlar. Yox, olmadığı üçün gəlin elə hamısını belə göstərək. Bu olsun 3 dənə ağ. Üstünə yaza bilərəm. Ağ. Ağ. Bunlar olsun boz. 2 dənə boz. 2 dənə də olsun qara. Bunlar da olsun qara. İndi deyir ki, o qara olmayan hər kağız parçasını yarıdan kəsir. Qara olmayanlar hansılardır? Ağla boz. Bunları yarıdan kəsir. Yarıdan kəsmək, ortadan bölməkdir. Bax, gördünüzmü? Kəsdi. Sonra o ağ olmayan hər bir kağız parçasını yarıdan kəsir. Ağ olmayanlar da uşaqlar hansılardır? Bozla qara. Sonra bunları da yarıdan kəsir. Bu hissəni də yarıdan kəsir. Və bu hissəni də yarıdan kəsir. Bunu da, bunu da. Aha, bunları da yarıdan kəsir. Onun neçə kağız parçası olacaq? Gəlin indi sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Cavab D variantı. 22-ci sualın izahına keçirik. Samir'in uzunluğu 5 cm, eni isə 1 cm olan taxta parçaları var. Bu taxta parçaları ilə o şəkildəki hasarı quraşdırır. Hasarın uzunluğunu tapın. Demək uşaqlar, hasarın uzunluğunu tapmaq üçün, bu hasarın uzunluğu görürsünüz, yazılıb burada. Bu uzunluq budur. Bunu tapmaq üçün bizə taxta parçalarının, yəni bunun uzunluğu 5 cm-dir, eni 1 cm-dir. Bu şərtdə bizə verilir. Bu bizə kömək eləyəcək. Onda belə fikirləşək. Gəlin burada elə tam olanları götürək. Bu neçədir uşaqlar? Bu neçədir? Buradan bura, buradan bura. Bunlar hər ikisi 5-dir, düzdür. Bunlar 5-dir. İndi bizə lazımdır ki, bax, bura, düzdürmü? 5-dən bunlar 1-dirsə, yerdə neçə qaldı? 3. Burada da. Bu da qaldı 3. Düzdürmü uşaqlar? Bu da qaldı 3. Deməli, bura 5 oldu. Bunun aşağısı da onda 3'dür. Bunun da burası 3'dür. Burada 3'dür. Yerdə qaldı, bax, bunlar. Düzdürmü? Bu neçədir? 1'dir. Bu da bizə aiddir. Sonra burada bir də qaldı, bax, bu hissə. Bu da 1'dir. İndi yazdığımız ədədləri toplayaq. 3 dənə, neçə yazmışıq? 3. 3 dənə 3 elədi 9. 5-dən neçə dənədir? 1, 2. 2-dən 5 oldu 10.
Birdən də 2 dənədir. 2 dənə də 1, 2. İndi bunları toplayaq. Bunların da cəmi olacaq 19, üstə gəl 2, 21. Cavab B variantı. Keçək 23-cü məsələyə. Günel və Nigarın evləri arasındakı məsafə 16 kilometrdir. Yəni, baxın, buradan bura qədər məsafə nə qədərdir uşaqlar? 16 kilometr. Nigar ilə Lamiyanın evləri arasındakı məsafə. Yəni, bax, Nigarın evi və Lamiyanın evi arasındakı bu məsafə isə 20 kilometrdir. Yol ayrıcından Nigarın evinə qədər məsafə. Yol ayrıcı uşaqlar buradır. Yol ayrıcı buradır. Yol ayrıcından Nigarın evinə qədər olan məsafə 9 kilometrdir. Burada 9 kilometr. Yəni, buradan burada 9 kilometrdir. Günel ilə Lamiyanın evləri arasındakı məsafəni bizdən soruşur. Bax, bizə ipucu verib uşaqlar. Nigar ilə Lamiyanın evinin məsafəsi nə qədər idi? 20. Yol ayrıcına qədər, əgər Nigarın evinə yol ayrıcına qədər məsafə 9-dursa, bu 20-dən 9-u çıxıb Lamiyanın evindən yol ayrıcına qədər olan məsafəni tapa bilərəm. 20-dən 9-u çıxdım 11. Deməli, uşaqlar, bura nə qədərdir? 11. Günelin də, belə deyək, Günel ilə Nigarın evləri arasındakı məsafə də 16 idisə, bu yəni hamısı 16 idi də, buradan bura qədər 16 idi. 16-dan da 9-u çıxıb buradakı məsafəni tapa bilərəm. Bu da oldu 5. Və salam, aldığımız ədədləri də toplasaq, olacaq Günel ilə Lamiyanın evləri arasındakı məsafə. Cavab 23-də nə oldu? E variantı. Nəysə düz etmədik deyəsən. Bir də baxaq. Bir də baxaq uşaqlar buna. Diqqətlə baxaq. Dəqiqə. Biraz qarışıq oldu. Bir də deyirəm. Günel ilə Nigarın evləri arasındakı məsafə 16 kilometrdir. Yəni, Günel ilə Nigarın və bura 16 kilometrdir. Təbii ki, bu yolun özü ilə getsən. Nigar ilə Lamiyanın evləri arasındakı məsafə, yəni bura. Yəni, bu yolla getsən. Başa düşdünüz? Bu da 20 kilometrdir. Yol ayrıcından, yəni buradan Nigarın evinə qədər olan məsafə. Bura. 9 kilometrdirsə, bəli, Lamiyadan yol ayrıcına qədər olan məsafəni tapa bilərəm. 20-dən 9-u çıxaram 11. Deməli, bura 11-dir uşaqlar. Bura. Bura 11-dir. İndi bizdən soruşur ki, Günel ilə Lamiyanın evləri arasındakı məsafəni tapın. Bax, Günel Lamiyanın yol ayrıcına qədər olan məsafəsini tapmışıq 11. Günelin yol ayrıcına qədər olan məsafəsini tapmalıyıq. Yəni, buranı tapmalıyıq. Buradan bura qədər 16 idisə, uşaqlar, düzdürmü? 16-dan da nəyə çıxmalıyam? 9-u çıxmalıyam. 16-dan 9 çıxanda neçə qalacaq? 7, bəli. 11 ilə də 7-ni toplayanda təbii ki, cavab olacaq 18. Cavab E variantı. Bayaq desən hesabıma səhv eləmişdik. Keçək sonuncu məsələmiz, 24-cü məsələyə. Günay mağazada 4 oyuncaq aldı. Bu oyuncaqların qiymətləri aşağıdakı bərabərliklərlə ifadə olunmuşdur. Görürsünüzmü uşaqlar? 3 dənə bu cür oyuncaq bir dənə dovşana bərabərdir. Bir dovşanla bu bir gəlinciyə bərabərdir. Gəlinciklə bunun sayı da buna. Ən ucuz, ən bahalı oyuncaq aşağıdakılardan hansıdır? Bunu biz ədədlərlə də ifadə edə bilərik. Gəlin belə fikirləşək. Götürək tutalım ki, bu oyuncaqların birisinin qiyməti 2 manat qoyaq. 2 manat olanda onda dovşan neçə manat olacaq? 6 manat. Düzdürmü? Onda bu 2-dir, bu 6-dır. Düzdür? Gəlincik neçə manat olacaq? 8 manat. Gəlinciyə 8 yazırıq. Bura 2. Bunlar cəmi neçə elədi? 10 elədi. Dovşan da 6 manat etsə, bunun da 10 olması üçün aycıq 4 manat olmalıdır. Və salam tapdıq. Ən ucuzu, ən bahalı oyuncaq. Ən ucuzu. O ən ucuz oyuncaq təbii ki budur. Ən bahalı oyuncaq da gəlincikdir. Cavab nə olacaq uşaqlar? E variantı.
Ümid edirəm ki, izahlara diqqətlə qulaq asdınız.